Noyabr ayı prostat xərçəngindən məlumatlandırma ayıdır. Biz penis haqqında danışmışıq, xəyə haqqında danışmışıq, biraz da prostat haqqında danışaq. Prostat təəssüf olsun ki, içəridə olduğu üçün diqqətimizdən yayınır. Əslində prostat təkcə bizim cavan vaxtlarımızda deyil, 50 yaşlardan sonra önəm qazana bilən bir orqandır. Çünki 50 yaşlardan sonra prostatda şiddətli şəkildə böyümələr baş verir və bu böyümələrin içərisində də prostat xərçənginin yaranma riski var. Əgər bir bəy 50 yaşın üzərindədirsə və öz ailə ətrafında yaxın dərəcəli qohumlarında prostat xərçəngi varsa 45 yaşından sonra, normal halda 50 yaşından sonra hər bir bəy mütəmadi olaraq prostat müayinələrindən keçmək məcburiyyətindədir. Bu prostat müayinələrinin içərisində nələri var? İlk başda prostat hormonu olan PSA ildə bir dəfə yoxlanılmaq məcburiyyətindədir. İkincisi isə prostat uzisi, üçüncüsündə isə əgər ehtiyac varsa, barmaq ilə arxadan, yəni anal nahiyədən girilərək prostatın orada böyüklüyü, sərtliyi kontrol edilərək orada hər hansı bir bədxasiyyətli kütlənin olub-olmadığı yoxlanmalıdır. Əgər sizdə hər şey yaxşıdırsa, ildə bir dəfə PSA analizi artıq yetərli olur. PSA-da yavaşdan-yavaş yüksəlmələr görsənir və normal həddə yaxın, yəni üst normal həddə yaxınlaşır və onu keçirsə, biz pasiyentə biopsiya alaraq PSA-nın qalxma səbəbini də öyrənə bilirik. Yəni PSA qalxması o qədər də qorxuducu bir şey deyil əslində. Yəni biz böyük tualetimizə getdikdən sonra, cinsi münasibətdən sonra prostat infeksiyalarında da PSA müəyyən qədər qalxa bilir. Amma ki bu PSA-nın qalxması mütləq dərəcədə araşdırılmalıdır. Lazım gələrsə də biopsiya olunması şərtdir. Biopsiya olduq və təəssüf olsun ki, prostat xərçəngi çıxdı. Qorxmalıyıqmı? Kəsinliklə deyil. Yəni vaxtında əgər prostat xərçəngi tapılırsa, müalicəsi də əslində rahat gedir. Bizim problemimiz artıq irəliləmiş prostat xərçəngidir. Prostat xərçəngi irəlilədikcə onun da həm operativ, yəni cərrahi və yaxud da dərman olaraq müalicəsi də ciddi miqdarda çətinləşir. Əgər bəylər, siz 50 yaş üzərisinizsə və yaxud da ailənizdə, atanızda, əmilərdə və ya qardaşınızda prostat xərçəngi varsa, 45 yaşından sonra prostat müayinələrindən keçmək məcburiyyətindəsiniz. Təəssüf olsun ki, Azərbaycanda irəliləmiş prostat xərçəngi sıxlığı həddindən artıq çoxdur və buna da səbəb bəylərimizin xanımlar qədər diqqətli deyil də bunu biraz ötəri yanaşmalardır. Bu ötəri yanaşma da bu prostat xərçənginin şiddətlənib, aqressivləşib, tədavi edilməz vəziyyətə gəlməsi ilə nəticələnir.